Nasıl? Üzüm, meyve götürün bir tane. Baruch Ata Adonai Eloheinu Melech Haolam Bore Piri Haetz. Alkol, hıyar, ne bileyim böyle şeyler. Burada şey de var. Neydi onun adı? Otnim olar. Otnim. Baruch Ata Adonai Eloheinu Melech Haolam Bore Piri Adama. Гумаем сюда нашу кровь. Нашу пискуцин. Или фанта потом. Или кстати, может кстати. Добро. Здесь. Kendiye de götürebilirsiniz. Kim istese. Soda. Tamam soda. Ne? Hop. Alex. Soda. Kom bırakayım. Baruch Ata Adonai Eloheinu Melech Haolam Shehakol Yeh Bidvaro. Hadi. Tamam. Dur. Evet. Tamam. Şöyle anda. Ne yapalım? Sen şöyle payla şeyler. Denen ben diyeceğim sana. Ha. Başı gördün de Ferhat bir şey. Götür. Bir denesin götür. Otur. Götür. Şöyle. Denem. Bakıyorum denem. Baruch Ata Adonai Eloheinu Melech Haolam Hamotzi Lechem Min Haaretz. Bir kısa közünü ye. İşte böyle. Görüştür hamıya. Tuza batır. İki tarafa batır. Çok tuzlama. Öyle mi? Öyle o zaman. Tamam. Deməli, dünən axşam danışanda bir söhbət elədik. Dedik ki, hər nə varsa insana qayda çəkir. Yaxşılıq da, pislik də. Onu deyim ki, bugün Rababa Salih'in il dönümüdür. Yani ki, bu dəqiqə 150 minə yaxın adam bu dəqiqə onun qəbrinin üstündən çıxıbdır. Bu adam, deməli, Rababa Salih böyük sadik olubdur. Həddən artıq. Və təsəvvür edin ki, adam gəlibdir. Akiva. Geç otur. Geç otur. Geç otur. Geç otur.
Top. Deməli, bir günü bir nəfər şəkərdən problemi olan bir adam gəlir Rababa Salih'in yanına. Gəlir deyir ki, bəs şəkər xəstəliyi var, şeydir. Rababa Salih deyir, gedərsən evdə, götürərsən kafeye, içine 3-4 kaşık şeker deyərsən, içərsən hər şey gedəcək. Gəlir bu adam evdə belə eləyir, içir, gəlir həkimlər yoxlayır, şəkəri yoxdur. Belə götürəndə şəkərin ən böyük düşməni də, kafedə, pesoqda, ikisi də. Dostu soruşur ki, bu nə tər olacaqdır? Gedir, bu da şəkər olur. Gedir, bu da belə eləyir. Şəkəri qalxır arası, yaparlar bunu həkimə, nəsə bir tər özünə gətirirlər. Soruşurlar ki, nə fərqi var ki, məsəl üçün bu adam da eyni şeyi elədi. Yox, deyir, bu adam Rabın sözünə qulaq asdı. Rabın sözünə qulaq asdı bu adam, ona görə də bu adama heç nə olmadı. Yəni ki, naborot, bu sağaldı, bıraxadı. Yəni, çox adam başa düşmür, Rab deyəndə nəysə, yəni qulaq asmaq lazımdır. Adam, Rab deyəndə elə belə adam deyil, o adam, məsəl üçün, indi məndən getmir söhbət, ümumiyyətlə gedir, böyük Rablardan gedir ki, hansı ki, bütün ömrünü veriblər toraya. Ondan həyatı belə götürəndə həyatları ruhanidir, həyatları cismi deyil. Belə adamlar, məsəl üçün, ona görə də bugünkü gündə onun nətər deyir, il dönümündə mən demək istəyirəm doğrudan da gör indi məsəl üçün adam rəhmətə gedibdir. Əgər o yada salınırsa, yenə deyirəm, yada salınırsa, onu yada salırlarsa deməli o adam rəhmətə getmir. Adamı gəlib yas yerində otururlarsa, onda şeylirlərsə, bəli, o yaşayır. Yaşayır, ölməyibdir. Yəni, yenə o dəfə deyim, insan ölmək söhbəti, yəni ki, buradadır. Buradadır, bu həyatdadır. Tabii bir misal danışmaq istəyirəm. Yaxşılıq və pislik haqqında. Deməli, bir günü bir evdə problem olur, kanalizasiya problemi olur. Yəni, evdə darmadağın olur. Bir nətər deyir, dul qadındır, 8 dənə uşağı var. 8 dənə uşağı var. Nəysə çağırır İryadan bir nəfər ki, gəlsin, baxsın, gəlir, baxır, deyir, yox, burada deyir, böyük problem var. Nəysə hesablayır, deyir, 30-35 min burada remonta pul lazımdır. Haradasa 35 min, 40 min pul lazımdır, bütün remonta. Arvad bilmir, nə eləsin, haradan tapsın 30-35 mini? 8 uşaq, balaca uşaq, özü tək, nətər eləsin, necə eləsin, bilmir. Sonra elə olur ki, orada bir kablan olur, bu işi görür, gəlir deyir ki, deməli, mən bu işi götürürəm, mən eləyəcəm, arvada deyir. Arvad deyir ki, bəs, bilmir nə desin, deyir, qardaş baruxu yetirər də, elə, başla elə görər nə olur. Uşaq mənim balabəyim olur. Ha? Uşaq mənim balabəyim olur. Ha. Deməli, başlayır işi görməyə, işi görür, şey eləyir, hamısını nətər deyir, işi görür, gəlib haqq hesab vaxtı çatanda, arvad bilmir nə desin, nə eləsin, həmin o kabla gəlir, deyir ki, İryadan sizin pulu veriblər. Nə çatırsa, hamısını veriblər. Amma doğrudan da heç nə almayıbdır. Heç nə almayıb, sadəcə bax, yazığı gəlir ailəyə, görür ki, nəfsi. Deyir, bu mənim şeyimdə mitzvam olsun. 8 dənə uşaqdır, yetim uşaqdır, nə eləməlidir? Gətirir, verir bunu, nətər deyir, ailəyə hörmət edir. Ailəyə hörmət edir, bütün remontu öz boynuna götürür, elir. Nəysə illər keçir üstündən, bir haradasa 30 il keçir, 20 il keçir, nəysə belə illər keçir. Bu adam artıq qocalıbdır, bu kaplan, nətər deyir, qoca. Ha? Ha, qoca bir kişidir, yaşlı bir kişi deyil, olur ki, möhkəm xəstəliyə düşür. Möhkəm xəstəliyə düşür və gəlirlər bunu yoxlayırlar, bunun operasiyası lazım. Operasiya lazımdır. Göndərirlər ora-bura, yenə bunda da gəlir çıxır, belə deyək də, böyük bir summa bunun operasiyasına. Ha, bu şeyin, bu həmin o şeyin, o qocalıbdır, qoca kişidir. Gəlir bunun operasiyasına, nəysə,
operasiyaya gəlib çatır, şey eləyir. Nətər deyir, bilirsiniz də, bunlar hamısı da böyük summadır. Gəlib şeyə çatır, bu kimsə bunu operasiya eləsi həkim, kağızlarını əlinə alır, baxır, görür ki, yazılıbdır ki, hesab ödəlinibdir. Baxtar qalır ki, bu nətər hesab ödəlinib, bu bir qəpik də verməyibdir. Bir qəpik də pul vermir, bunun hesabı nətər ödənilibdir. Nəysə, səsini çıxartmır, deyir, qoy gedim operasiyadan sonra danışaram. Həkim deyir. Yox, həmin bu xəstə, həmin bu şeydir. Gəlir, bunu operasiya edirlər, operasiya udaşını keçir, bu özünə gəlir, şey eləyir. Gəlir həkimin qəbuluna. Həkimin qəbuluna gəlir, yoxlanışlar, daha zaten sonra özünə gələndən sonra həkimə gəlir. Deyir, həkim, mən bilmək istəyirəm, mən pul verməmişəm, kim ödəyibdir? Deyir ki, sən bunu, bu pulu 30 il əvvəl ödəmişsən. Mən deyir, həmin o qadın ki, evini remont eləmişsə, onun uşağıyam. İndi həkim olmuşam. Onun uşağıyam, bu 2 gündə mən gördüm sənin adını görən kimi, mən uşaqlıqdan yadımda qalıbdır. O familiya, o ad, çünki deyir, o sənət evdə qalıbdır. Mən deyir, gördüm və ona görə dedim, mən həkim kimi, dedim ki, qaytarmalıyam bunu. Sənin bütün müalicəvi üstümə götürdüm. Yəni, bəli, insan deməsin ki, bu dəqiqə nə isə eləyirəm, onu bu dəqiqə payını alacaq. Qardaşlarım, onu ha vaxtsa necəsə qaytarır. Elə bir şey yox ki, qayıtmasın. Adam nə eləirsə deməsin ki, mən gör filan kəs qanmadı, başa düşmədi. Mən elədim, yaxşılıq elədim, yaxşılığımı başa düşmədi. Həmişə qayıdır, yaxşılıq qayıdır. Yaxşılıq elə bir şeydir ki, elə bir şeydir ki, heç vaxt ölmür. 5 ilmi, 10 ilmi, prosu gözləmək var. Bəli, həmçinin də mən bu sözün mənası əsas nəyə gətirir? Bizim mitzvalardır. Hansı ki, Torada heç bir mitzvanın qiyməti yazılmır. Yəni, tiflin bağlıysan, demir ki, tiflinə görə nə alacaqsan? Şabat saxlayırsan, nə alacaqsan? Deyilmir. Heç bir yoxdur. Məsəl üçün, demir ki, məsəl üçün, sağ o biri dünyada nə isə verəcəklərinə heç nə yazılmır. Tiflin bağlamalısan və salam. Şey eləməlisən, heç birinin bir dənə, 2 şey var ki, bunun qiyməti yazılır. Birisi, ata-ana. Ata-ananın bir, kaved abixa və imexa və leman Yarğın yamexa. yarın yamexa. Nə deməkdir? Sənin həyatın uzun olacaq. Ata-ananın qeydinə qal, həyatın uzun olacaq. Qiymətini yazır. Və yaxud da şiluaq ken var. Belə bir mitzva var. Şiluaq ken nədir? Deməli, göyərçindir. Oturub yumurtlayıb dağdasa. Gecə vaxtı gəlirsən, onu qovluyursan. Gecə vaxtı ana oturur. Səhər ata oturur. Göyərçin yumurtasının üstündə. Gecə ana oturur. Ananı qovluyursan, yumurtanı qaldırırsan. Buna deyirlər şiluaq ken. O yumurtayı əl dəyəndən sonra göyərçin gəlib onun üstündə daha oturmuş. Belə baxanda deyirsən ki, bunun nə mənası ola bilər, da, məsəl üçün. Amma yazılıb, bu da uzun ömürlük. İndi, bu, bəli, uzun ömür. Nəyə görə? Bunun mənası var. Yəni ki, biz, belə şeylər var ki, biz başa düşmürük. Dağıtmırsan, yox. Yumurtanı qaldırdın, qoydun. Çox çətin şeydir. Bunu başa düşmək, yəni insanın beyninə görə, yəni şey eləmirsən. Məsəl üçün, Rav Avadiya özünün vaxtında, Rav Avadiya, indi sən dedin, ona görə yazmış. Rav Avadiya bu mitzvanı eləyəndə gəlir, ağlaya-ağlaya eləyir. Göyərçini qovluyur, yumurtanı qaldırır. Deyir ki, Torada yazılıb, mən nağarım, bağışla məni. Göyərçindən üzr istəyir. Mənası nədir? Bu dəqiqə biz özümüz də hamımız çöldəyik. Nətər o göyərçin kimi. Onu elədi ki, o göydə dua eləyir, başlayır ki, bax, mənə belə elədi. İnsan özünə də məsəl üçün şey gəlir, uzun ömürlük gəlir. Yəni, biraz çox çətin şeydir, kabalistik şey deyil. Bunu bizim, yəni ki, bizim zehnimizə o qədər də gəlib, yəni bizim dildə bunu xırdalamaq çətindir. Və yaxud da gəl belə deyək, yazılıbdır ki, yunla kətan bir yerdə qatışmış olmuş
paltar giymək olmaz. Belə paltar giymək olmaz. Yunla kətan qaçışıqsa giymək olmaz. Kətan yox, şeydir, nə deyirlər ona? Piştan mazır, piştan. Sit. Ha? Katan. Sit. Ha? Yun. Yok, piştan, yok. Ketandır, piştan. Yok, ketan da öyle. Bu şey, Kotna pambıqdır. pambıqdır, yok. Katan da elə. Ha, ketandır, ha. Polisdir. Piştan giymək olmaz bir yerdə, yəni ki. Amma sitin varsa elə, onu giymək olar. Sual olur ki, yəni bunun da cavabı yox. Niyə olmaz? Niyə belə? Cavabı yoxdur. Amma yazılıb ki, belə paltar geyinmə. Və yaxud da, yəni ki, belə şeydən istifadə eləmə. Amma sitin varsa, yunla, kətan geyinə bilərsən. Şlomo Melech, Salomon adından. Şlomo Melech deyir ki, mən fikirləşirəm ki, hələ dəqiq demirəm. Fikirləşirəm ki, nəyə görədir? Çünki Avel qurban gətirəndə qoyun gətirir. Qoyun gətirir. Qoyun gətirir. Amma qardaşı Kain gedir nə gətirir? Qarğı. Piştanı da şeydən cəllər axı. Qarğılardan, zatdan belə. Gedir onu gətirir. Onu gətirir. Ona görə də deyir ki, onları bir yerə qatışdırma. Əgər mitzvadadsa qatışdır. Elə belə qatışdırma. Çünki bunlar arasında paxıllıqdan əmələ gəlir, bir-birini öldürübdür. Qardaş-qardaşı öldürübdür. Yəni amma bu 100%'li cavab da öyle ha. Yəni ki, Şlomo Melech belə bir nəzəriyyə qayıb. Ya sual verebilir abi. Buyur. Yani mevzudan çıkmadı. Bilmeyen bir çağırıyor. Çocuğum burada cevaplı mevzu açtık. Yani biz Yine lotadandı. Yok. Biz çok normal değiliz. Yani tekrar birbirimize efendim. Yani biz düz başa çıkmıyoruz. Mevzuya kaydedelim. Ya biz düz başa çıkmıyoruz. Ya da nasıl almasın onu. Siz demişsiniz ki burada ben iki tane din var. Yahudi, Hristiyan. Müslüman, Hristiyan. Yahudi dini ben tanımıyorum. Yok tanımam deməmişəm. Yok, səhv eləməyin. Yahudi dində öyle demişəm. Həyat tərzi. Şimdi bu dinin anlamı ne? Dində öyle bu. Həyat tərzidir. Yahudi dini yok. Elə din yoxdur. Yahudi dini yoxdur. Üçüncü din nedir? Ha? Din yoxdur. Din yoxdur. Həyat tərzimiz. Bizim həyat tərzimiz budur. Konstitusiya nasıl ki, hansı ki ölkənin konstitusiyası var, o bizim belə bir konstitusiyamızdır. Sözü nədir? Bu həyat tərzidir. Nətər olur ki o? Ha? Yudaizm deyirlər. Yudaizm, həyat tərzi. Din kimi qeyd olunur. Ha? Din kimi qeyd olunur. Harada bilməm nə tər ki qeyd olur bilmirəm. Amma faktiki din adıdır. Din bilirsən nə deməkdir? Din yəni bildiyimiz, yəni bizim Din, bildiyimiz. yox, görünədir. Belə, bu bizim özümüzün fərziyyəsidir. Adətən yaşayış tərzidir. Bəli. Necə ki, Novruz bayramı Azərbaycanda Ha, var. Başqa. dində yazılıb Novruz bayramı. Ay, öləni verəmət. Qəşəng bir misal. Dində yazılıbdır. Yok yazılmıyor. Amma bütün şiələr eləyir. Bütün şiələr eləyir. Azerbaycan ne? Yox. İran deyil. İran deyil, Özbəkistan deyil. Özbəkistan deyil. Şimdi ben bir şey diyeyim ne size? Ha. Yani mesela ki şimdi ben mesela dua ediyorsunuz da. Bəli. Yahudiler dua Bəli. ediyor. Siz neyi tebliğ ediyorsunuz? Yani burada ne tebliğ olunur? Yani Təbliğ olunmur. Yok bildim ya. Müslümanlar mescide gidip dua ediyor. Dindir abi İslam dini ya. Bütün Yox, dinə görə eləmir. Çünki onun kitabı var. Ya bildim de. Başa düşün. Yani dinlerde ezber Allah İslam dini var, Hristiyan dini var. Yani biz Bakı'da böyle tanıdık. Amma elə tanıyır. Yahudi dini. Din Yani deyil. birinci yargı Yahudiçilik var. Musa Yəni bir Peygamber sözün Aleyhisselam'ın açıqlamasını başa salması. Yox. Musa Peygamber Aleyhisselam'ın davamçıları. Yox, mən sizə izah Yahudi edim. dini. Mən sizə bir sözüm. O gün izah elədim, siz yəqin yenə başa düşməzdiniz, mən bir də deyirəm. Tora kitabını biz alanda, yəni ki, bütün xalq çıxıbdı Sinay dağının ətrafına. Yaradan başlayır Yahudi xalqından danışmağa. İki kəlmə deyəndə cəmaatın nişaması çıxır canından. Eşidənmir. Deyirlər ki, Moşe Rabbeynə sən denən, çərək səndən biz danışaq. Tora sözünü mən o gündə dedim, indi bir də baxın, bir də deyir, ha?
Tora gör nətər yazılır. Tav, vav, reş, hey. Tav neçədir? 400. Ha, 400. Vav neçədir? 6. 6. C neçədir? Nəydi onun adı? Reş neçədir? 200. C neçədir? Hey 5. Nə qədər elədi? 611. Toranın neçə qanunu var? 613. Tora sözü ora deməkdir. Ora nə deməkdir? Ora 613. 613. Lo 11. Tora atmoya C 611. Tora çıxır 613. 2 dənəsini biz özümüz eşitmişik. O 2 dənənin üstünə gələndə olur 613. Ora nə deməkdir? İbritçe ora nə deməkdir? Daha ora eləyir burada. Eşidirsə? Söz deyən kimi gəldi. Bana anlat, ora eləyir. Kadosh Baruchu ora eləyir çerez Moşe Rabbeinu. Bizə deyir ki, nə etmək lazımdır. Dua eləmək hansı ki, bugünkü gündə biz dua eləyirik, o Torada yoxdur. Anladınız mı nə demək istəyirəm? Yəni bizə verilən nə olubdur? Bizə verilən olubdur ki, qurban kəsməliyik. Qurban sözünün mənası nədir? İbritçe qurban deyilir. Qurban sözü nədir? Likarev deməkdir. Yaxınlaşdırmaq. Yəni ki, insanı özünə yaxınlaşdırmaq. Kadosh Baruch'a bizim kəsdiyimiz heyvan lazım deyil. Ona heç nə lazım deyil. Sadəcə biz yaxınlaşaq deyənə qurban gətiririk. Bugünkü gündə biz qurban gətirənmirik. Nəyə görə? Betamigdaşımız yoxdur. Qurbanı yalnız gətirmək olar Betamigdaşda. Ona görə Betamigdaş yoxdur deyənə xaxamlar yığışıblar qurbanı əvəz eləməyə bizə 3 dənə dua veribdir. Hansı ki gətirir verir şahrit, minxa, arvit. 3 dənə duası var. Baş hərfləri nə eləyir? Şin, mem, a. Belə deyək də bu nə? Nə olur? Şma. Yəni şma. Bizə deyir qulaq as. Yenə oraya verir. Ki yəni insan aralaşmasın tamamıyla. Qurban yoxdur deyənə sən deməli daha aralaşmalı deyilsən ki. Qurbanı əvəz eləyən bizdə oxumalıyıq ki, nətər biz sabah bürsün və zataşən bizim Betamigdaş tikiləndə biz necə qurban gətirəcəyik? Bizim oxuduğumuz dualar həmin o qurbana aiddir. Ki nətər qurban gətirəcəyik? Qurbanot deyirlər. Biz nətər qurban gətirəcəyik? Bunu öyrənirik biz. Biz öyrənirik necə eləyəcəyik? Kohenlərimiz var. Kohen nətər eləyəcəkdir? Levilər nə eləyəcəkdir? Adi Yahudi xalqı İsrail nə eləyəcək? Biz onu öyrənirik. Toranı alanda biz 2 dənə tora almışıq. Bir dənə tora yox. Biri yazılı tora, Biri əzbər. biri şifahi tora. Şifahi tora. Şifahi tora nədir? Bugün sizə danışdığım şifahi toradır. Yazılı tora sinagoglarda olan toradır. Hansı ki Moşe Rabbeinu. Orada bir dənə hərif səhv olsa, bir dənə sefer toranı yazmaq üçün haradası 100.000 şekel pul lazımdır. Belə getədə ən minimum. Minimum 100.000 şekeldir. Bir dənə sefer tora. Bir dənə sefer tora 100.000 şekeldir. Bir dənə hərif səhv olsa, bir dənə hərif. Və yaxud da hərif yox et, belə deyə hərfi belə bir balaca düz yazmayıblar. Kitab bağlanır, onu oxumaq olmaz. Bu kitab Moşe Rabbeinu'dan hər bir nəsildən nəsilə hamı yaza gətirib. Təsəvvür edin ki, Moşe Rabbeinu alan Toradan indiyə kimi bir dənə hərif səhv tapanmazsa. Ona görə də bu bizdə oraqdır. Bu bizdə şey deyil, din deyil. Bizə nətər yaradan yazıbdır ki, mənim bu konstitusiyama, mənim bu torama əməl eləyin. Gəl belə deyək də, məsəl üçün, gəl elə belə deyək. Səhər tiflin bağla. Nə vaxta kim bağlaya bilərsən? Filan vaxta qədər tiflin bağlaya bilərsən. Və yaxud da bunu elə. Bu bizim qanunlardır, vəssalam. Səhər, məsəl üçün, bir qurban gətir, günorta filan qurban və yaxud da günah eləmişsənsə filan qurbanı gətir və yaxud da evladın olursa filan qurbanı gətir və yaxşı günlərində filan qurbanı gətir. 5-6 cürə qurban formaları var. Hansında nə kəsir? Bir gündə, Şlomo Melexin dövründə, bir gündə orada milyonlardan qurban kəsilibdir. Betamigdaşda, hansı ki bu dəqiqə Yerusəlimdə, həmin ki, ağlayan divarların arxasında. Bir gündə milyonlardan qurban kəsilibdir. Təsəvvür edin ki, bir dəfə heç kim Yerusəlimdə ağcaqanad nədir onu görməyib. Pastayani Yerusəlimdə elə qəşəng iyi olubdur ki, nətər deyim, ən gözəl ilər.
bir nəfər görməyib nə ilan və yaxud da qurbağa və yaxud da nəysə görməyib Yeruşalimdə. Təsəvvür edin ki, minlərdən adam hər bayramlarda gəlirlər, milyonlardan adam gəlirlər və orada qurbanlar kəsirlər. Bir dəfə görməmişəm. Və yaxud da yandırırlar, yandıran hangi qurban var, tüstü çıxır, düppədüz. Külək olsun, yağış olsun, nə edir? Tərpənmir, düppədüz çıxır. Möcüzələr olubdur. Göydən şir şəklində o dayanıbdır, qurbanı gəlib götürür, aparır, gedir. Bu möcüzələri insanlar gözlərindən görür. Biz buna hazırlaşırıq. Sözsüz nədir? Biz buna hazırlaşırıq ki, sabah bir gün tikiləcəkdir. Yahudi din olarak değil ama İslam, Hristiyan din olarak var. Bəli, onlar dindir. Özlərimə biz din deyil, onlar deyir biz dinik. Siz bütün dindar adam, bizim yəni ki, belə şeylərdən, əməl edən adamlardan soruşun. İsə dindir, biz deyəcək biz dində ölük. Bizim qanunumuza əməl edir. Din nə demək? Din bilmirəm nədir. Mən bilmirəm. Ne dedi? Yani ki din belə deyək də din şəxsi adamların belə çıxmasının əslinə qalsa din şəxsi adamların mülasəsidir. Burada biz şəxsi yox. Biz yaradanın verən kitabına əməl edirik. Vəssalam. Bunu istəyir mənim ravım olsun, istəyir olmasın, mənə verilən nədir onu eləyirəm. Anladın mı? Mən məsəl üçün Azərbaycanda yaşamışam, tək olmuşam. Demək o ki, məsəl üçün heç kim olmayıb ətrafında, mən əməlimi eləmişəm. Gözləməmişəm ki, kimsə nəyisə desin mənə. Nə yazılıb onu eləyirəm. Anladınız nə demək istəyirəm? Yəni bu din sözü biraz çətin sözdür. Kimsə din deyəndə mən deyirəm ki, qardaş, bizdə din deyil. Bizdə həyat tərzidir. Burada çətin nə var? Ha? Yox, biz örgəşmişik o sözə sadəcə. Məsəl üçün, Rusda din deyən görüm, nə tər deyirsin? Rusça. Yəni bizim, vera nədir? Veranın tərcümə ilə görə dindir. İnanç. Ay, öləni verəmir. Görsən, Azərbaycanca sözün mənası başqadır. Mən bunu izah eləmək istəyirəm. Bilmirəm. Din nədirsə mən bilmirəm. Bax, Rusça deyəndə, bax, gördü, özünüz eşitdiniz. Vera. Vera nədir? Din sözüdür. Tərcümə eləyəndə dindir. İnan. Bunlar inanırlar buna. Biz nə deyirik? Həyat tərzi. Ona görə deyirəm, hərənin özünün şeydən, yəni ki, mən bunu əzmə həyat tərzi götürürəm. Nətər ki, bəyək o dəfə, keçən dəfə dediyim, bir də deyirəm. Nətər ki, ləvdir, alanda, gedib adam prava oxuyanda, qırmızıda keçmək olmaz, sarıda belə olmaz, belə şey, qaydalar da bu, qaydalar, düzdür, qaydalar. Həmçində mənim toram, mənim qaydalarımdır. Mən nətər eləməliyəm, necə aparmalıyım özümü? Səhər duranda nə deməliyəm, axşam yatanda nə deməliyəm mən? Anladınız mı nədir? Bu mənim qaydalarımdır, qanunlarımdır, nə eləməliyəm? Bunun üstündə din sözünün əslinə qalsa, zarafat dedi, həqiqətən də din sözü Daxili İşlər Nazirliyi deməkdir. Zarafat dedirsə, amma zarafat deyil. Nə demək ki, din sözünün mənasıdır. Bunu eləməsən başına bunu vuracam. Bunu eləməsən belə eləyəcəm. Sən, bu qanundur. Bizdə belə şey yoxdur. Sağ yazır konstitusiyanı, balıq, bunu elə. Burada haradası görmürsünüz ki, məsəl üçün, əzəbər bəyəliyib ayağının altına şey vursunlar. Başa şu nə demək istəyirəm nədir? Yəni ki, məcburiyyət yoxdur. İnsanın yaradan, Adəmi yaradanda ona bütün heyvanlardan fərqli olaraq əqil veribdir. Özü seçməlidir. Çünki hər kəs özünə cavabdaq verir. Sən əqlinlə hərəkət elə, aç, oxu, bütün görürsən, nə boyda məsəl üçün iş adamları, nə qədər böyük adamlar, bir də görürsən hansısa bir yaşa çatırlar, nə eləyirlər? Görürsən başa düşürlər ki, düzgün yol budur. Qaydırlar ora. Budur. Başqa sualınız var mı? Mən getməliyəm. Ha? Sualınız varsa utanmayın, deyin. Ben onu müzakirə elədik, Güzeldi yolu. Deməli təsiri var, qəşəng, xoşuma gəldi. Yani ya sizin ağzınızdan değil, yani boş-boşuna şeyden danışmıyorsun. Ne kimse ağzından ne Türkçe Yox, əladır. Mən sizə bir söz deyim, nə deyir? Ümumiyyətlə bizim Gimara kitabı var. Yəni otururlar, görmürsünüz Yişavlarda. Deyirsən, bu Yişavlarda bu uşaqlar nə eləyirlər? 2 nəfər oturur və yaxud da kolyelərdə. 2 nəfər oturur, bir də görsən elə bir spor eləyirlər.
Ya bizdə də elə oldu da. 2 gündə olsa... Deməli, haqqın yolundasın. Haqqın yolundasın siz. Nə deməkdir? Rusun bir sözü var, spora rajlaysa istinad. Axırda sualı verdi, cavab aldı. Yani budur. Burası mənim utluyor. Ha? Sualı bir başqa cür deyirdi ki, bu deməyir. Yani budur. Yani eləmək lazımdır. Diskusiya eləmək lazımdır. Şeylər nadı dəqiqləşdi. Hələ onu bir dənə oyun açın, yoxlayın Bu onu. gün dəqiqləşdi. Bu gün dəqiqləşdi. Hamısı sabahları da 6 idi. Ha, şu əla. Tamam, hamımıza yaxşı günlər. İndən belə yaxşı günlərə yığışaq biz atışım. Allah qadana ilə amin və amin. Çay istəyəmiz var burada.